Salam əziz kanal izləyiciləri və dəyərli 6-cı sinif şagirdləri. Bu video izahımızda 6-cı sinif Azərbaycan dili dərsliyindən Vətən sağ olsun mətni ilə bağlı olan tapşırıqların izahına baxacaqsınız. İzahlarımız sizin üçün faydalıdırsa videoları bəyənməyi, kanala abunə olmağı unutmayın. Həmçinin videolarımızı paylaşmaqla kanala dəstək olmuş olarsınız. Demək, mövzumuz 3-cü bölmə üzrə milli dəyərlər bölməsidir. Milli dəyərlər bölməsində bizim üçün əhəmiyyətli olan, vacib olan bir sıra məsələlərə toxunulmuşdur. Birinci mətndə də, Vətən sağ olsun mətnində də məhz bizim vətənimizdən danışılır. Gəlin ilk olaraq bira tapşırığına baxaq. Bira tapşırığında Şuşa haqqında bildiklərinizi, tarixi, təbiəti və görkəmli şəxsiyyətləri haqqında danışın. Ümumiyyətlə, Şuşa bilirsiniz ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən bir rayondur. Şuşa tarixi çox qədim dövrlərə gedib çıxır. Əlbəttə ki, Şuşanın tarixi Qarabağ xanlığı ilə əlaqədardır. Qarabağ xanlığı siz bilirsiniz ki, 1747-ci ildə Azərbaycan ərazisində xanlıqlar formalaşıb. O vaxt Qarabağ xanı olan Pənahlı xan xanlığın mərkəzi kimi 3 müxtəlif qalalar tikdirib. Şahbulaq, Bayat və ən sonunda Şuşa qalasını. Şuşa qalasında tarixi 1752-ci ilə aiddir. Yəni orada ilk dəfə olaraq strateji cəhətdən çox mühüm, əhəmiyyətli bir yerdə yerləşib Şuşada. İndiki Şuşa, yəni o vaxt adı sonra verilib ona təbii ki. Strateji ərazisi çox yaxşı olduğundan Pənahlı xan orada xanlığın mərkəzini ora köçürüb və orada Şuşa qalasını tikdirib. Və Şuşa qalasını tikdirib və nəticədə o gündən etibarən belə deyək də Şuşa böyük əhəmiyyətli bir həm Qarabağ xanlığının dövründə, həm də ondan sonraki dövrdə çox əhəmiyyətli bir tarixi yer kimi özünü göstərib. Tarixi çox qədimdir. Orada müxtəlif belə deyək də tarixi memarlıq abidələri var. Aydındırmı? Əvvəllər onu hətta Pənahlı xanın adı ilə onu Pənahabad da adlandırıblar Şuşa şəhərini. Daha sonra isə Şuşa olaraq qeyd olunub adı. Şuşada belə deyək, təbiəti çox gözəl bir təbiəti var. Əslində dağdır, üç tərəfdən dağla, sıldırım qaya ilə əhatə olunub. Bütün həmin dağ sıldırım boyunda Həkəri çayı, səhv eləmirəmsə, axırda çay var orada Şuşanın altında. Həmin çay axır. Yalnız Şuşaya giriş bir yerdən var. Bir yerdən giriş vardı ora. Yəni bir yoldan gediş-gəliş, yəni insanların gediş-gəlişi üçün yalnız bir yol vardı. Yəni bütün tərəfi belə deyək ki, dağ və sıldırım qayalarla əhatə olunub. Altından da çay axdığı üçün demək ki, ora yəni gediş-gəliş mümkün deyil. Şuşa şəhəri məhz buna görə də təbiət baxımından çox möhtəşəm bir təbiətə malikdir. Düzdür, əsasən məsələn dumanlı və hətta o şeir də var, Şuşanın dağları başı dumanlı. Yəni o şeirin belə deyək də tarixi onunla əlaqədardır ki, Şuşa həqiqətən də məsələn deyək ki, payız fəslində, yaz fəslində demək olar ki, bütün fəsillərdə özünü orada bir duman göstərir. Mən özüm də Şuşa şəhərində olmuşam. Orada bir güclü duman olur, yəni qatı bir duman olur həddən artıq. Təbiət baxımından çox, yəni günəşli havada möhtəşəm bir görüntüsü var. Yəni ki, həqiqətən də siz belə deyim də açıq havalarda məsələn YouTube-da videolar, Şuşa şəhəri haqqında olan videolara baxıb bunu görə bilərsiniz. Çox gözəl görünüş var. Əsasən də məsələn soyuq vaxtlarda isə, yağışlı günlərdə isə dumanla örtülür və deyək ki, Şuşa ərazisində yağış, çiskinli havalar tez-tez təbiət baxımından olur. Həmçində qışı çox sərt keçən bir yerdir təbiəti. Amma təbiət təbii ki, çox güclüdür. Məsələn, o xarı bülbül əsasən Şuşada yetişir. Məsələn, təbiəti. Şuşanın görkəmli şəxsiyyətləri təbii ki, çoxdur. Həddən artıq Şuşanın görkəmli şəxsiyyətləri var. Bunların arasında məsələn mən yazıçılardan nümunə gətirəcəm deyək də sizə. Məsələn, belə birinci gəlir Şuşanın Pənahlı xanı deyək. Tarixi şəxsiyyətlərdən, görkəmli şəxsiyyətlərdən. Bundan əvvəl yazıcı Əhməd bəy Ağaoğlu Şuşa şəhərindən olub. Üzeyir bəy Hacıbəyli, bilirsiniz siz, böyük bəstəkar Üzeyir Hacıbəyli Şuşa şəhərindəndir. Xurşudbanu Natəvan Şuşa şəhərindəndir. Qasım bəy Zəkir Şuşa şəhərindəndir. Nəcəf bəy Vəzirov Şuşa şəhərindəndir. Sonra Cabbar Qarıyoğlu Şuşa şəhərindəndir. Bülbül Şuşa şəhərindəndir. Xan Şuniski Şuşa şəhərindəndir. Rəşid Behbudov Şuşa şəhərindəndir. Niyazi Fikrət Əmirov, Əbdürrəhim bəy Haqverdiyev, sonra Mir Mövsüm Nəbbab Şuşa şəhərindəndir. Sonra Molla Pənah Vaqif, məsələn, onun Şuşada hətta məqbərəsi də vardı. Yəni orada Şuşanın da Vaqifin məqbərəsi deyilən bir yer vardı orada. Məsələn, hamısı Şuşa şəhərində olan bizim tarixi şəxsiyyətlərimizdir.
Şuşanın işğalı və 2-ci Qarabağ müharibəsində azad edilməsi. Siz bilirsiniz ki, Şuşa şəhəri ermənilərin 1-ci Qarabağ müharibəsində Birinci Qarabağ müharibəsi dövründə işğal olunmuşdur. 1-ci Qarabağ müharibəsi dövründə işğal olunub. Bunun işğal tarixi 1992-ci il may ayının 8-nə təsadüf edir. Məsələn, onun burada maraqlı bir rəqəm vardır. Şuşanın işğaldan azad olunması tarixi 2020-ci il noyabr ayının 8-nə təsadüf edir. Məsələn, həmin gündə biz belə deyək də zəfər günü kimi qeyd edirik. Azərbaycan tarixində Şuşanın işğaldan azad olmağı. Şuşanın belə deyək, 1-ci Qarabağ müharibəsində Ermənistan hərbi qüvvələri tərəfindən belə deyək ki, əhalisinə divan tutulmuş. Həmçində müharibənin gedişində də çox mühüm həlledici rol oynamışdır və işğal olunmuşdur. Amma 2-ci Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin, Azərbaycanın qəhrəman igid döyüşçülərin rəşadəti nəticəsində və təbii ki, bizim cənab prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində Şuşa şəhəri işğaldan azad olunub. Şuşa şəhərinin işğaldan azad olunmasında böyük bir qəhrəmanlıq nümunəsi göstərir bizim hərbiçilərimiz. Orada Şuşaya gələn o bir yol ki var, həmin yolu ermənilər təbii ki, çox güclü müdafiə ediblər və amma bizim əsgərlərimiz həmin o sıldırım qayalarla üz yuxarı dırmaşaraq, belə desək, dırnaqları ilə, barmaqlarının gücü ilə, ayaqlarının gücü ilə həmin o sıldırım qayaları qalxıb dəf edərək həmin erməniləri orada belə deyək ki, Azərbaycan məhv etmiş, Azərbaycanın tarixi şəhəri olan Şuşa şəhərini işğaldan azad etmişdir. Yəni böyük bir qəhrəmanlıq nümunəsi göstəribdir. Həqiqətən həmin o sıldırımlara baxanda adam dəhşətə gəlir ki, yəni buradan insan necə bu sıldırımları dəf edər? Təbii ki, bu qeyri-ilahi bir qüvvədir, onlarda olub. Onlara vətən sevgisinin onlara verdiyi bir güc olub ki, onlar həmin anda Azərbaycan torpaqlarını işğaldan azad ediblər, həmçinin də Şuşa şəhərini. B tapşırığına keçək. B tapşırığında vətən sağ olsun ifadəsi hansı hallarda işlədilir? Başlıqdan və illüstrasiyadan çıxış edərək mətnin mövzusunu təxmin edin. İllüstrasiyalardan, təbii ki, illüstrasiyalar burada var. Bir illüstrasiya şəkildən söhbət gedir. Bir dənə də burada var, vətən sağ olsun. Görünür ki, burada bir hərbiçi yerdədir və bayrağı özü yıxılıb, amma bayrağın qoymur. Digər hərbiçi isə ona gəlir, bayrağın əyildiyini görüb, ona düzəltməyə gəlir. Çox güman ki, burada bu hərbiçi yerə yıxılan hərbiçi yaralıdır, belə deyə fikirləşək. Sonra məsələn, birinci illüstrasiyada görürük ki, burada bir hərbi əməliyyat üçün komandirdə əyləşən, əlində xəritədir, əsgərlər də burada ağaclar, meşədir. Yəni siz görürsünüz, burada qaya var, dağ var. Məsələn, belə bir çətin bir şəraitdə meşənin içində təbii ki, əməliyyatlara sizə meşədə keçib. Vətən sağ olsun ifadəsi hansı hallar işlədirik? Biz vətən sağ olsun ifadəsini ən çox nə baş işlədirik uşaqlar? Məsələn, deyək ki, bizim 1-ci və 2-ci Qarabağ müharibəsində çoxlu sayda hərbi qulluqçumuz, əskərimiz, döyüşçümüz, bundan əlavə hətta mülki əhalidən belə şəhid olanlar oldu. Onlar şəhid olan zaman hansı ifadəni işlədirdik biz? Vətən sağ olsun. Aydındırmı? Yəni, vətən sağ olsun ifadəsini biz o hallarda, yəni biz şəhid olsaq da, biz bu dünyada olmasaq da tək vətən sağ olsun. Həmin hərbiçilər, həmin o bizim şəhidlərimiz, qəhrəmanlarımız məhz bunu demişlər. Vətən sağ olsun, biz olmasaq da olar. Bu fikri həmişə onlar deyiblər. Ona görə də vətən sağ olsun ifadəsi bizim əsgərlərimiz, döyüşçülərimiz şəhid olan zaman işlətdikləri ifadələrdir. Epiqrafda ifadə olunan fikri izah edin. Epiqrafda nədir? Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Təbii ki, bu nə deməkdir? Əgər bir millətin varlığını, milli mənsubiyyətini göstərən əsas atributlardan biri də məhz onun bayrağıdır. Aydındırmı? Deyir ki, bayraqları bayraq yapan üstündəki qandır. Yəni ki, bir bayrağın bir bayraq olaraq dalğalanması, var olması onun belə deyək, uğrunda şəhid olanlardır. Aydındırmı? Həmin şəhid olanlara xatir, həmin şəhid olanlara görə həmin bayraq var və həmin vətən var, torpaq var. Əgər vətən o zaman vətən olur ki, onu belə deyək də, onu çətinliklə, belə deyək ki, çətinliklə, mərdliklə qoruyan əsgərləri var, qoruyanları var. Onun uğrunda bir saniyə belə fikirləşmədən öz canını verməyə hazır olan insanlar var. Və vətən onda vətən olur. Aydındırmı? Məsələn, bu epiqrafda
torpaq da ki, əlbəttə ki, vətənin bir parçası torpaqdır. Məsələn, tarixdə də məsələn bir sıra məsələn şəxsiyyətlər vardır ki, məsələn onlar da torpağı, vətəni hər şeydən üstün tutublar. Aydındır. Əlbəttə ki, torpaq, vətən hər bir şeydən bizim üçün üstün olmalıdır. C tapşırığına baxaq. Oxuduğunuz birinci ablasa əsasən aşağıdakı məlumatlara əsaslandırın. Məkan Qarabağdır. Deyir məkan Qarabağdır. Mətnin birinci abzasında baxırıq ki, uşaqlıqdan bəri tez-tezin düşmən tapdağı altında olan torpaqlar. Düşmən tapdağı altında olan torpaqlarımız deyəndə təbii ki, nəyi nəzərdə tutur burada? Düşmən Qarabağın adı çəkilmir, amma orada düşmən tapdağı altında olan torpaqlarımız ifadəsi işləndə biz bilirik ki, Qarabağdır. Yazır ki, azad edəcək. Azad edəcək deyirsə burada sonra bu indi cümlə mənim üçün sadəcə bir şüa deyil, ətrafında baş verən mənim iştirak etdiyim real hadisə idi. Bax, Qarabağ deyir ki, torpaqlarını azad edəcək və bu real hadisədir. Qarabağ torpaqlarının azad edilməsi üçün hərbi əməliyyat biz bilirik ki, 2020-ci ilin 27 sentyabrından başlayıb hərbi əməliyyatlar. Yəni ona görə real deyirsə, demək bəli 2020-ci ilin payızı bu doğrudur. Zaman deyir 2000-in payızı. Bəs payız nəyə görə? Baxaq, burada payız söhbəti yoxdur, amma bu həqiqətdir. Bu düzdür, bu da düzdür. Təhkiyyat mətnindəki obrazlardan biri Azərbaycanlı hərbiçi 25-30 yaşlarında. Nəyə görə 25-30 yaşlarında? Çünki o müharibədə bilirik ki, biz 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsində əslində bizim könüllü hərbiçilərimiz vardı ki, onlar artıq hərbi xidməti başa vurmuşdu və bizim hərbiçilərimiz vardı ki, orada döyüşdə hərbiçilər də təbii ki 25 əslində 30 yaşlarında hərbiçilər daha çox. Məsələn biz şəhid olanların yaşlarına fikir versək ki, əsasən əksəriyyəti 25 ilə 30 yaşlar arası olan insanlardır. Təhkiyyatçı bu hadisəni danışandır. Baxdı ki, uşaqlıqdan bəri tez-tez eşidirdim. Yəni bu danışır ki, bu hadisələr orada baş verən hadisənin real iştirakçısıdır bu və real iştirakçı bu hadisəni danışır. Ona görə də həmin real iştirakçı nə edirik? Biz təhkiyyatçı deyirik. D. İkinci abzasda hansı yeni məlumat əldə etdiniz? İkinci abzasda hansı yeni məlumat əldə etdiniz? Birinci abzasda biz belə bir qənaətə gəlmişdik ki, təhkiyyatçı orada hadisəni danışan real bir obrazdır. Təhkiyyatçı hadisəni danışandır. Amma ikinci abzasda məlum oldu ki, o sıravi əskər deyil, zabitdir, tam komandiridir. Və buradakı ki, alay qərargahına əmr gəldi, başçılıq etdiyim tağım. Tağım deyirsə, tağıma başçılıq edən təbii ki, bir nə olmalıdır? Bir zabit olmalıdır. Biz orada təhkiyyatçının olduğunu demişdik, real bir hadisəni danışan 25-30 yaşlı bir insan olduğunu demişdik, amma onun hansı rütbənin sahibi olduğunu bilməmişdik. Biz gördük ki, o tam komandiridir. Deyir ki, alay qərargahına əmr gəlmişdi ki, başçılıq etdiyim tağım Şuşa istiqamətinə hərəkət edən piyada taburu ilə birləşməli idi. Və bu zabitdir və bu bir tam komandiridir və zabitdir. Biz bunu əldə etdik. Sonra burada diqqətlə fikir versən, Şuşanı deyir ki, sevincimin həddi hududu yox idi. Niyə? Şuşanı heç vaxt görməsəm də mənim üçün əlimdən alınmış doğma müqəddəs biri. Burada Şuşanın azad olunmasından danışır. Təbii ki, Şuşanın azad olunması 2020-ci il hərbi əməliyyatlarının son günlərini əhatə edir. Buna görə də biz buradan yeni bir məlumat əldə etdik ki, artıq sonuncu əməliyyatlardan söhbət gedir. Birinci abzasda tanış olduğunuz hansı məlumat burada dəqiqləşdi? Bu dəqiqləşdi. Sonra bu dəqiqləşdi. Hansı məlumat əsərin davamını oxumağa sövq edir. Deyir ki, sevimli qismətimdə onun uğrunda döyüşmək, bəlkə canından keçmək şərəfi varmış. Burada deyir ki, birinci cümlədə deyir ki, mənim başçılıq etdiyim tağımla tabor birləşməlidir. Bu artıq bizi burada belə bir fikir maraqlandırır ki, görəsən onlar həqiqətən birləşdi, birləşmədi, hərbi əməliyyat necə oldu, əməliyyatı necə keçirdilər. Bu bizim biz növbəti hissəni oxumaq istəyirik ki, bu taborla tağım birləşəndə nə baş verdi, onlar hara getdilər, neynədilər, hansı işi gördülər, onu araşdıraq. Hansı məlumat hadisələrin düyün nöqtəsi saymaq olar? Hadisələrin düyün nöqtəsi orada deyir ki, qarşıma böyük və şərəfli bir məqsəd qoyulub. Aydındırmı? Və bu məqsəd ondan ibarətdir ki, alınmış o müqəddəs və bu məqsəd ondan ibarətdir ki, mən Qarabağ torpağının Şuşanın azad edilməsində nəyin bahasına olursa olsun biz onu azad etməliyik. Yəni nəyin bahasına olursa biz olsun biz onu azad etməliyik. Aydındırmı? Və nəticədə burada nə var? Nə baş verir? Bir düyün baş verir. Nəyin bahasına olursa olsun hadisələr düyünlənir ki, biz Şuşanı düşmən tapdağından azad etməliyik. Keçirik növbəti tapşırığa.
Növbəti tapşırığa görə hemen. E tapşırığında deyir ki, taqım və tabor sözlərinin izahını verin. Taqım və tabor verilib axı burada. Alay, polkovnik, hərbi rəhbəri. E tapşırığında deyir ki, cədvəldən və nümunədən istifadə etməklə taqım və tabor sözlərinin izahını verin. Əlbəttə biz görürük ki, burada bunlar hərbi birləşmələrdir təbii ki. Aydındırmı? Alay ən böyük hərbi birləşmə alaydır. Yəni bir alay sözü bir ki hərbi hissədir də alay. Aydındırmı? Bir hərbi hissənin nə qədər 1300 və 3000 arası heyəti olur. Aydındırmı? Və həmin hərbi hissəyə rəhbərlik edən rütbəcə polkovnik olmalıdır və bir hərbi hissədə 3 və ya 4 tabordan ibarət olur. Aydındırmı? Məsələn deyək ki, sizin alayınızda 2000 əsgər var. Bu 2000 əsgər zabit var deyək qarışıq. Burada 3-4 tabor ola bilər. Hər taborda 500 əsgər ola bilər. Aydındır. Məsələn 504 dənə tabor varsa, hər taborda 500 əsgər olacaq. Tabor nədir? Alaydan, yəni alayın tərkibində olandır tabor. Bu taborun rəhbəri ya kapitan olur, ya mayor olur vəzifəni icra edən. Burada müxtəlif belə deyək də, taborda müxtəlif işləri həyata keçirən hərbiyə aiddir. Təbii ki, o rəhbərlər vardır. Hər taborun özünün ayrıca rəhbəri olur. Tabor 300 və 1300 arası hərbi heyəti var. Aydındırmı? Bir taborun tərkibində taqım deyir ki, 25-26 deyirsə, hardasa bir 10-a yaxın taqım olmalıdır, belə çıxır. 10, məsələn, ən aşağısı 10, bir taborda neçədən taqım olur? Burada təbii ki, üzr istəyirəm, burada bölük yoxdur. Burada tabordan sonra bölük gəlir, bölükdən sonra taqım gəlir. Aydındırmı? Taqım nədir? Bəs taqım biz görürük ki, hərbi birliklərdən ən balacası taqımdır burada olanlardan. Bundan da hələ balacası var, manqa var, məsələn, ən balacası. Burada ortada bölük dedi, yox da. Bir taqımda 25-26 əsgər olur tabeliyində, leytenantın tabeliyində. Piyada, topçu, atıcı, pulemyotçu və s. hərbi hissələrdən ibarət olur. Biz buradan başa düşürük ki, taqımın tərkibində 25-26 əsgərdən ibarət olan hərbi birliyə nə deyirik? Biz taqım deyirik. Bir taborun tərkibində çoxdur. Məsələn, bir taborun tərkibində 4-5 bölük olur. Hər 5 bölündə, belə deyək də, hər 4-5 bölükdə də 25-26 əsgər olur, 4-5 taqım olur. Onda belə çıxır ki, bir taborun tərkibində hardasa neçədən olmalıdır? Ən aşağısı 15 və 50 arası. 15 dənə və 50 dənə. Ən balaca taborun tərkibində 15, ən böyük taborun tərkibində isə 50-60 dənə nə ola bilər? Taqım ola bilər. Yəni biz belə qənaətə gəlirik də buradan. 2A tapşırığına baxırıq. 2A tapşırığında mətndə aşağıdakı parçanı oxuyun. Sizcə nə üçün mayor bu sözləri söylədikdən sonra fikrə daldı? Birinci, burada A tapşırığında deyir ki, xüsusi təyinatlı döyüşçülərimiz gecə bu qayalarla dırmaşıb düşmənə hücum edəcəklər. O sözünə ara verib sanki fikrə daldı. Çünki belə deyək də, Mayor Əsədovun oğlu, orada əsərdə təbii ki, siz bilirsiniz ki, obraz vardı. Mayor Əsədov. Mayor Əsədov göründü. Əlində mətni oxusanız görərsiniz. Mayor Əsədovun oğlu xüsusi təyinatlı döyüşçüdür və o da Şuşa uğrunda döyüşdə iştirak edəcək. Aydındırmı? Və o, təbii ki, mayorun oğlu da orada iştirak edəcək və Əsədov sözünə ara verib fikrə dalması məhz öz oğluna görə idi. Çünki orada qayalar çox sərt idi. Oradan dırmaşa bilməmək sual altında idi təbii ki. Ona görə də Mayor Əsədovun bir anlıq duruxması oğlunun da həmin o döyüşçülərin arasında olması idi. Qəhrəmanın söz verdiyi sualı oxuyun. Cavabla bağlı öz mülahizəni söyləyin. Başa düşə bilmirdim, komandir. Qayğıma qalır, yoxsa Şuşaya birinci girmək şərəfini heç kimlə bölüşmək istəmir. Belə deyək də, Əsədov çox ciddi və məsuliyyətli bir insandır. Yəni biz onun xarakterindən biz bunu belə görürük. Aydındırmı? Onun ən böyük istəyi, məqsədi Şuşanı azad etməkdir. Təbii ki, burada Şuşaya birinci kimin girməsi yox, əsas məsələ Şuşanın azad olması idi. Döyüşün həlledici anında onun Şuşaya birinci girmək şərəfini heç kəslə bölüşmək istəmədiyini düşünmək, bu fikir düzgün olmaz. Çünki o, hər an bir təhlükənin ola biləcəyini fikirləşirdi. Yəni Şuşa azad olunsa belə, orada məsələn, hər hansı bir onları böyük bir təhlükə, gizli bir təhlükə gözləyəcəyini fikirləşə bilərdi. Ona görə də Şuşaya girmək şərəfini heç kimlə bölüşmək istəmir, yox.
ehtiyatı sanki əldən vermək istəmirdi. Çünki ehtiyatsızlıqdan orada başqa pis bədbəxt hadisələr baş verə bilərdi. Ona görə də məncə onu heç kimlə bölüşmək istəmir fikri Mahir Əsədova tam zidd olan bir fikirdir. Bunu onun haqqında demək olmaz. Aşağıdakı sualları cavablandırmaqla Mahir Əsədovun xarakterini açın. Zamanlının tabur komandiri haqqında ilk təəssüratı necə idi? Mahir Əsədovun bədii portretini təsvir edin. Təxminən biz buna belə cavab verə bilərik 1-ə. Zamanlının Əsədov haqqında ilk təəssüratı o qədər də yaxşı deyildi. Çünki xoş bir təəssürat yaranmır. Onun sözünü kəsməsinə, acıqlı sözlərinə görə onun kobud adam olduğu qənaətinə gəlir. Zamanlı fikirləşir ki, Əsədov kobud adamdır. Çünki sözünü kəsir, acıqlı sözlər deyir. Bu fikri Mayorun xarici görkəmi daha da möhkəmləndirirdi. Təbii ki, xarici görkəm baxımından çox zəhimli bir sifəti vardı Əsədovun. Ona görə də onun alnındakı dərin çapı, xırıltılı səsi onu biraz da qorxunc edirdi. Məsələn, biz Mahir Əsədov portretini çəkəndə bax, qorxunc sifəti var. Qorxunc deyəndə ki, yəni onun o illərlə o çəkdiyi istirabların nəticəsində idi. Qorxulu sifəti var idi, qara sifəti, belə məsələn, alnında bir çapığı var idi, qırışıqlı bir alın, fikirləşin, zəhmli bir sifət, gözlərindən zəhrimar yağır, aydındır. Bax, Mahir Əsədovun portretini bu şəkildə təsəvvür edə bilərik. Zamanlının tabor komandiri haqqında fikri nə vaxt və necə dəyişdi? Cavan zabit Əsədov haqqında söylədiklərindən sonra Zamanlının Mahir haqqında fikir tamamilə dəyişdi. Orada bir cavan zabit olur. Həmin zabit Əsədov haqqında Zamanlıya danışır və o Zamanlının fikri bu zaman dəyişir. Əsədov 1-ci Qarabağ müharibəsində də iştirak etmişdi. İndi isə 2-ci Qarabağ müharibəsində də iştirak edir. Düşmənlə ölüm-dirin savaşına girir. Aydındırmı? Bu fikirləri Zamanlı cavan zabitdən eşidəndən sonra Əsədova qarşı olan fikir dəyişir. Onda böyük bir sevgi, ona qarşı böyük bir rəğbət hissi oyanır. Aydındırmı? Zamanlıya qarşı, Mahir Əsədova qarşı. C tapşırığına baxırıq. Əsədovun və Zamanlının nitqlərindən onların vətənpərvər insan kimi xarakterizə edən cümlələri seçin. Əlbəttə ki, onlar çox vətənpərvər bir insan idilər. Onlar həm əsərin ikinci abzasında Zamanlının o fikirləri var. Əsərin ikinci abzasında o cavan zabit xan komandiri deyir ki, bizim üçün böyük şərəf idi orada döyüşmək. Burada göstərim onu sizə. İkinci abzasda verilən fikirlərin hər hansı bir cümləni yaza bilərsiniz. Deyir ki, Şuşanı heç vaxt görməsən də mənim üçün əlimdən alınmış doğma müqəddəs bir yer idi. Sevinirdim ki, qismətində onun uğrunda döyüşmək, bəlkə də canından keçmə şərəf var imiş. Biz bu görürük ki, bu məsələn burada Zamanlı, bu tahım komandiri, cavan leytenant gör necə belə deyək ki, vətənpərvər bir insandır. Aydındırmı? Belə cümlələr çoxdur burada uşaqlar. Özləriniz nümunələr gətirə bilərsiniz. Sərbəst bir tapşırıq kimi nəzərdə tutun. Özünüz yazın bunu. Mən bir nümunə dedim sizə. Əsərin adından, məzmunundan çıxış edərək obrazla nitqindən nümunələr gətirmək ideyasını müəyyənləşdirin. Təbii ki, əsərin əsas ideyası nədir? Əsərin əsas ideyası vətənpərvər olmaq. Məsələn, mətnin əsas ideyası vətənpərvərlikdir. Məhz mətnin elə birinci, belə deyək də, abzasında, ikinci abzasında orada o Zamanlının dediyi fikirlər var. Edir ki, vətən uğrunda canından keçmək şərəf varmış. Aydındır. Bu nədir? Bunun halına gəlir ki, onun qanında vətənpərvərlik hissinin necə güclü olmasının göstəricidir. Bu aydındır. İdeya vətənpərvərlikdir. İdeya torpaqların işğaldan azad olması üçün canından keçməkdir. Canından keçmək bahasına belə olsun, Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Bu mətnin əsas ideyası qısa bir adla vətənpərvərlik yazsaz ilə kifayətdir. Mahir Əsədov Zamanla ilk görünüşü Mayorun dilindən nəql edin. Bunu Mayorun dilindən nəql etməyimiz üçün nə edə bilərik biz? Məsələn, orada mətndə təbii ki, Zamanlının dilindəndir. Biraz Mahir Əsədovun dilindən bu şəkildə verə bilərik. Təxmini şəkildə bir cavab deyirəm sizə. Özünüz üçün götür-qoy eləyərsiniz sizdə yazanda. Çoxlar Mahir Əsədov deyir artıq. Mahir Əsədovun dilindən danışıram mən. Çoxdan gözlədiyimiz gün nəhayət gəlib çatmışdı. Bu gecə Şuşamızı düşmən tapdağından, düşmən işğalından azad edəcəkdik və bunun üçün son döyüşə girəcəyik. Axşam zabitlərlə birgə ağacın altında oturub söhbət edirdim. Bu vaxt mənim taburumla birləşməli olan tağım gəlib çatdı. Bu tağıma Zamanlı adlı bir leytenant rəhbərlik edirdi. Tağım komandiri cavan bir leytenant idi. Mənə yaxınlaşıb hərbi salam verdi. Leytenant Zamanlı deyə özünü təqdim etdi. Hiss olunurdu ki, hərbi məktəbi təzə bitirib. Düzü bir rəsmiyyət heç xoşuma gəlmədi. Bura hərbi məktəb deyil, mil kimi dayanıb durma dedim.
Çünki biz döyüş bölgəsindəyik. Burada hər kəs bir-birinə mehribandır. Hər kəs bir-birinə komandir yox, dost deyə yaxınlaşır. Deyəsən o son cümləni başa düşmədi. Duruxub qaldı. Oturub deyir, duruxub qaldı. Ona otur deyirəm. Yəni otur deyirəm bir loru bir cümlədə. Sözlərindən sonra pərt halda qarşıma oturdu. Ona orada Mayra Sado məsələn ona mil kimi durma deyəndə zamanlı bir qədər duruxur da. Aydındır. Yəni mil kimi durma ona görə deyir ki, yəni bura hərbi məktəb deyil ki, sənin qarşında bu şəkildə. Uşaqlar dedim təqribi siz özünüz üçün özünüz də yaza bilərsiniz. Bu çətin bir tapşırıq deyil. Şeir parçasını təhlil edin, ideya baxımından dərslikdəki mətnlə əlaqələndirin. Döyüşlərdə yorulmuşuq, gələcəyə qaranquşuq, həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik. Təbii ki, bu şeiri Ülvi Bünyadzadə görürsünüz burada. Şeirin müəllifi haqqında araşdırma apararaq təqdimə hazırlayın. Bu şeir 20 yanvar şəhidi olan Ülvi Bünyadzaddan gedir. Özüm də bir anlıq duruxdum. Burada şeirin müəllifi Ülvi Bünyadzadə görəndə. Ülvi Bünyadzadə uşaqlar bilməlisiniz ki, 20 yanvar şəhididir. O belə deyək də ülvüləri, Təbrizləri sən yenidən doğacaqsan qəlbindəki azadlığı, istiqlalı. Xəlil Zəvudrich öz şeirində onun adını çəkir. Ülvüləri, Təbrizlər. Ülvi onun həmin şəhiddir. Təbrizdə Xəlil Zəvudriçin oğludur. Ülvi Bünyadzadə belə deyək də 90-cı ildə yanvar ayının 20-sində 20 yanvar faciəsi zamanı SSR-nin o hərbi birləşmələr tərəfindən hücum oldu ki, Bakı şəhərinə həmin o gecədə şəhid oldu. Onun dəfn yeri bilir Şəhidlər Xiyabanında dəfn olunub və o şairdir, şair olub. Yəni 13 yaşı olmağına baxmayaraq gözəl şeirlər yazıb. Onun şeirlərindən biridir. Döyüşlərdə yorulmuşuq, gələcəyə qaranquşuq, həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik. Görün 13 yaşında olanda bu 13 yaşında ikən belə bir şeir yazıb. Aydındırmı? 13 yaşında onun yazdığı şeirdir bu. Gör necə bir vətənpərvər bir insan olub ki, 13 yaşında belə bir şeir yazıb Ülvi Bünyadzadə. Ülvi Bünyadzadə burada belə deyək də Ülvi Bünyadzadə haqqında təqdimatı siz Google-dan axtarıb tapa bilərsiniz, aydındırmı? Burada vətən üçün ölməliyik deyir. Bizim mövzumuzun da mətnimizin əsas ideyası nədir? Vətənpərvərlikdir. Orada o zamanlı deyir ki, lazım olsa Şuşanı heç görməsəm də lazım olsa onun üçün şəhid olmağa da hazıram deyir. Aydındırmı? İdeya baxımından təbii ki, mətnimizlə tam əlaqəlidir. Mətnimizdə də Azərbaycan torpaqlarının qorunması və bunun uğrunda canından belə keçməyə hazır olmağımız haqqında fikirlər öz əksini tapıb. Eyni qaydada bu şeirdə də vətən üçün ölməliyik ifadəsi məhz bu məqamda işlənir. Təsəvvür edin ki, Şuşa azad olunduqdan sonra zamanlı mayorun oğlunu axtarır, tapır. Onların görüş söhbətini təsvir edin və səhnələşdirin. Məsələn, deyək ki, orada onun oğlunu tapıb nə deyəcək? Məsələn, fikirləşək də. Gəlir, məsələn ki, fikirləşsən, o da fikirləşir ki, onun oğlu da nədən danışa bilər bu söhbət zamanı? Təbii ki, o zamanlı mayorun oğluna yaxınlaşsa, deyəcək ki, mən sənin atanla görüşmüşəm. O atanla o görüşündəki o zamanlının onun atası haqqında təəssüratı var idi. Dedi ki, çox kobud, zəhimli bir insan idi. Ondan hətta birinci qorxmuşdu, çəkinmişdi ondan, amma sonra onun haqqında buna müsbət fikirlər dedi zamanlı haqqında. Həmin zamanlının fikri çox tamamilə dəyişir. Həmin o oğlanla, mayorun oğlu ilə zamanlı görüşəndə, çünki onlar hər ikisi eyni vəzifədə idilər. Görüşəndə danışar, təqribən bundan danışar da. Məsələn, indi deyəcək ki, mən sənin atanı tanıyıram. Sənin atan bizim hərbi rəhbər olub. Onunla mən görüşəndə o çox zəhimli sifət idi. Mən onun çəkindim. İndi bunun oğlu da cavab verir də buna. Bunlardan danışacaq da uşaqlar. Başqa nədən danışacaq ki? Aydındır. Bu başqa bir şey yoxdur burada. Bundan danışacaq ki, belə idi, elə idi. O belə zəhimli sifəti var. Mən ondan çox çəkinirəm. Sən bəs ondan çəkinirsən? O oğlan cavab verir ki, əlbəttə çəkinirəm. Çünki mən də onun zəhimli sifətindən qorxuram. O hamıya qarşı eyni cür davranır. Amma oğlu deyir, amma mənim atam çox ürəyi təmizdir. Onun zəhmli olmağına baxma. O çox mehribandır. Nə başlayacaq atasına müsbət xüsusiyyətlərini sadalamağa. Zamanla deyəcək, əlbəttə mən də bunu hiss elədim. Birinci, düzün desəm onun haqqında mənfi fikrim olsa da, sonra bu fikrim tamamilə dəyişdi. Bu şəkildə
bu dialoq davam elətdirilə bilər. Keçirik sözün başlanğıc forması mövzusuna. Burada sözün başlanğıc forması dil qaydası, sözün başlanğıc formasıdır. Döyüşçülərimiz sözünü kök və şəkilçi ayırın. Bu sözün neçə şəkilçi artırılıb? Döyüş, döyüşçülər, imiz, in. 5 şəkilçi qoşulub bunlardan. İkisi leksikdir, ikisi qrammatikdir. Dedik. Hardan bilirəm? Çünki mən bilirəm ki, lər şəkilçi qrammatik şəkilçidir və cəm şəkilçisi də bu qrammatik hesab olunur. Ondan sonra gələn şəkilçilərdə imiz, mənsubiyyət, bu da mənsubiyyət şəkilçisi qrammatikdir. Artıq avtomatik indəki qrammatik şəkilçisi olsa, çünki o da hal şəkilçisidir. Bunları əzbər bilmək lazımdır, məsələn, daha çox. Sizcə bu sözün mənasını öyrənmək üçün lüğətdə hansı sözü axtarmalıyıq? Döyüş, döyüşçü, döyüşçülər, döyüşçülərimiz. Hansı sözün lüğətdə əgər bir sözün lüğətdəki mənasını axtaracaqsa, yadda saxlayın, onun leksik şəkilçisi daxil olmaqla, sonuncu leksik şəkilçisi daxil olmaqla olan hissəsini, qrammatik şəkilçiləri atmalıyıq. Onda qrammatik şəkilçiləri atsaq yerdə nə qalacaq? Döyüşçü. Niyə? Çünki yeni söz yaradıb. Leksik şəkilçi burada sözə qoşulanda yeni söz yaradıb burada. Biz həmin yeni sözün mənasını axtarmalıyıq. Ona görə cavab nə olacaq? Bunu götürməliyik. Bunlar başlanğıc forma, belə deyək də, bizim mövzumuz başlanğıc formadadır. Lüğətdəki sözlər də başlanğıc formada verilir. Və lüğətdəki sözlər başlanğıc formasında verildiyi üçün biz başlanğıc formada ora leksik şəkilçilər daxil olmalıdır. Başlanğıc formanı altda bu xəttlə biz göstəririk bizim dilimizdə başlanğıc formanı. Bu şəkildə göstərilir. Sözlərin başlanğıc formasını müəyyən edin. Gül, güllük, güllükdə. Yol, yoldaş, yoldaşlar. Lara qədərdir, lara qədər. Sürmək, sürücünündür. Xəbərlərdən. Xəbərə qədər. Bu ikisini düzəldim, qoy. Solğun, solğundur. Qazanc, işıqlı, məktəbli, çəmənlik, çəmənlikdədir. Lər, imiz qrammatikdir. Məktəbli leksikdir. İşıqlı leksikdirdir qrammatik. Qazanc, imiz qrammatikdir. Qrammatik şəkilçi başlanğıc formaya daxil olmur. Leksik şəkilçi yeni söz yaratdı və yeni söz yaratdığı üçün mütləq şəkildə başlanğıc formanın tərkibində işlənir. Məsələn, ola bilər ki, elə sözlər olsun ki, orada qrammatikdən sonra leksik gəlsin. Fərqi yoxdur. Leksik şəkildə başlanğıc formanın daxilində götürülməlidir. Nümunəyə uyğun olaraq söz cədvəl tamamlayın. Odun, odunçuların. Cəsarət, cəsarətlidir. Üzüm, üzümçü, üzümçülükdən. Seç, seçicilər, imiz. Lərlə imiz qrammatikdir burada. Sözün kökü başlanğıc formalarını da göstərirəm burada. Odunçu, cəsarətli, üzümçülük, seçici. Nədir burada? Deyir ki, sözü göstərin, kökün göstərdim, başlanğıc formasını göstərdim, leksik şəkilçisini göstərdim. Bu üstündə göstərdim hamısını. Aydındır. Bu leksik şəkilçidir. Bu qrammatik şəkilçidir. Aydındır. Düzəltmə sözdə biz bilirik ki, sadə sözün kökü ilə başlanğıc forması eynidir. Düzəltmə sözdə artıq qaydada verilmiş nümunəyə sizin baxar yazılı kitabını təhlil edin. Yaz kökdür. Yazdan yazı yaranır. Yazıdan yazıçı yaranır. Yazıcıdan yazıçılıq. Aydındırmı? Yazı, yazıcı, yazıçılıq. Kitab, kitabxana, kitabxanaçı. Qanun, qanuni, qanuniləşmək. Bax, yazmaq feildir. Yazı feildən isim yaranır. İsimdən isim yaranır. İsimdən yenə də isim yaranır. Amma bax, birinci feildən isim yaranır. İsimdən isim yaranır. İsimdən isim yaranır. Kitab isimdir. İsimdən kitabxana ismi yaranır. Kitabxana ismindən kitabxanaçı ismi yaranır. Qanuni sözünü yazaq. Qanuni sözündə qanun isimdir. Qanuni sifət, isimdən sifət yaranır. Qanuniləş, sifətdən feil yaranır. Aydındır. Və bu şəkildə deyirsiniz də burada. Başlanğıc formalar hamısı bunların başlanğıc formadadır. Çünki hamısında leksik şəkilçidir. Aydındır, qrammatik şəkildə demək olar ki, heç birində yoxdur. Belə uşaqlar, sağ olun.